Mən Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdim. Xüsusilə Hadrutda və Ərgünəş yüksəlliyində gedən döyüşlər xatirəmizdə daha dərin izlərlə qazınıbdır. Hansı ki, biz Ərgünəş yüksəlliyində hər tərəfdən mühasirədə idik. Bu döyüşlər nəticəsində mən sağ ayağımdan qəlpə yaraları ilə yaralanmışam. Eyni zamanda unutmadığım bir hissə ki, bombalar yağırdı göydən, qəlpələr, mərmilər və bu anda da ayağımı sarıyırdı döyüş yoldaşlarım. Yəni o qızğın döyüşün ortasında. Bu azadlığı biz mübarizə yolu ilə almışıq. Eləcə də bu məsuliyyəti dərk edib daimi olaraq enerjimizi vətənimizin çiçəklənməyi, inkişafı daha da güclənməyi üçün sərf eləməliyik. Döyüş yolum Cəbrayıl, Zəngilan rayonlarından keçməklə həmçinin Mingəvan qəsəbəsini əhatə etdi. Bu döyüş yolunda silahdaşlarımla bərabər Zəngilan və Cəbrayıl rayonlarının mühafizə və müdafiəsini həmçinin təşkil etməkdə fəal iştirak etmişəm. Sevinirəm ki, işğaldan azad olunmasında iştirak etdiyim Zəngilan və Cəbrayıl rayonlarında bugün bərpa quruculuq işləri ilə yanaşı geniş miqyaslı enerji layihələri həyata keçirilir. Xalqımızı Vətən müharibəsinin zəfərinin 5-ci ildönümü münasibətilə təbrik edirəm. Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd rayonlarında aktiv döyüş fazlasında iştirak edilmişəm. Mən də bu tarixdə iştirak etdiyim üçün qürur duyuram. Xocavənd rayonunda sonuncu gün çox gərgin döyüş keçirdik. Düşmən sanki hiss eləmişdi, atəşkəs bağlanacaq. İstəmirdi ordumuzun irəliləməsi. Buna baxmayaraq, ordumuz əzmkarlıqla, qətiyyətlə, qarşıya olan tələbi müvəffəqiyyətlə yerinə yetirdi. Öz çalışdığım nazirliyi, agentliyin rəhbərliyində təbrik edirəm. Onların bizlərə diqqəti böyükdür. Hər an görürəm onları, öz yanımızda hiss edirəm. Onların qayğı diqqətini. Onlara şəxsən təşəkkür edirəm. Televizorda gözü yaşlı uşaqları, o şəhid olmuş atalarını, şəhid olmuş zabitlərimizi görəndə mən bu an dedim ki, mən də vətən uğrunda, torpaq uğrunda könüllü yer vuruşmalıyam. Xocavəndin, Zəngilanın, Qubadlının azad olunmasında yaxından iştirak eləmişəm. Çətinliklə də olsa da mərhələ-mərhələ torpaqlarımızı işğaldan azad edirdik. Yaralı vəziyyətdə durub təzədən döyüşə qatılmışıq. Mənim fəaliyyətim döyüş ərzində sərhədlərin müəyyən edilməsi, müvafiq bölgələrdəki ərazilərdə baxışların həyata keçirilməsindən ibarət olmuşdur. Kərbəzən azad olunması medalı ilə və Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşam. Füzuli və Cəbrayıl rayonlarının azad olmasında iştirak eləmişəm. Füzuli rayonunda Cəbrayıl rayonunun azad olması uğrunda medallarla təltif olunmuşam. İlk olaraq Ağcabədi rayonuna getdiyimdə artıq müharibənin içində olduğumu anladım. Mənə ən çox təsir edən həqiqətən də orada gördüyüm ab-hava idi. Nəyi nəzərdə tuturam? Yoldaşlarımın ümumiyyətlə döyüş əzmi, yəni həqiqətən də torpaqları azad eləmək istəyi. Bu qürur vericidir və bugünkü günə qədər yəni o hisslər mənimlədir. O hissləri heç nə əvəz eləyə bilməz. Fəxr edirəm, yəni vətən uğrunda döyüşlərə qatıldım və 2016-cı ildə döyüşlərdə, axır döyüşlərində də iştirak etmişəm. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda döyüşlərə qatıldım. Şuşa döyüşlərinin son günüdür. Unutmadığım gün o gün oldu ki, bizim 5 şəhidimiz və 13 yaralımız oldu. Ən ağır, ən çətin günlərimiz o gün oldu. Lalı başkomandanımıza can sağlığı versin. Köməyi ilə, onun siyasəti ilə biz irəlilədik və düşməni məhv etdik.